Ay qız çoxdandı çəkmişsən məndən nəzər, həsrətindən yanıram yoxdur bir xəbər. Durubdur qəsdimə cəllad kimi gözləri, kamanı bir tərəfdəndir, ox yay bir tərəfdən. Ay qız çoxdandı çəkmişsən məndən nəzər, həsrətindən yanıram yoxdur bir xəbər. Durubdur qəsdimə cəllad kimi gözləri, kamanı bir tərəfdəndir, ox yay bir tərəfdən. Həsrətindəyəm ey yar, sən ey sevimli dildar, məndən ayrı salıbdır, bax səni o zalım əğyar. Sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Hey! Ay qız çoxdandı çəkmişsən məndən nəzər, həsrətindən yanıram yoxdur bir xəbər. Durubdur qəsdimə cəllad kimi gözləri, kamanı bir tərəfdəndir, ox yay bir tərəfdən. Durubdur qəsdimə cəllad kimi gözləri, kamanı bir tərəfdəndir, ox yay bir tərəfdən. Həsrətindəyəm ey yar, sən ey sevimli dildar, məndən ayrı salıbdır, bax səni o zalım əğyar. Sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Hey! Sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Bax sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Sənin eşkin edibdir, sənin eşkin edibdir, bu aşık izarı gör necə var. Axşamınız xeyir olsun əziz tamaşaçılar. Musiqi ilə həmdəm olaq verilişi yenə efirdədir və bugünkü qonağımız isə Hüseyn Best. Xoş gəlmisiniz Hüseyn bəy. Axşamınız xeyir olsun. Mən də sizi salamlayıram. Bütün tamaşaçılarımızı salamlayıram. Xoş gördük. Çox xoşdur bu günlər burada olmaq, sizinlə yan-yana olmaq və elə musiqiçilərimizlə birgə gəldik ki, bir balaca əhval qataq inşallah. Elə musiqiçilərimizi də salamlamaq istəyirəm və istərdim ki, verilişin əvvəlində musiqiçilərimizi də təqdim edəsiniz. Böyük məmnuniyyətlə sevə-sevə hamısı illərdir ki dostlarımdır. İllərdir ki yan-yana çalışırıq çiyin-çiyinə. Zami qardaşımızdır, sintezatorda bizim aranjmanlarımızla da məşğuldur. Həddindən artıq istedadlı musiqiçidir. Seymur qardaşımız da tarda, Elçin, Mahir, Seymur bəy, Hacı bəy, Emil bəy bax elə gözəl musiqi ilə başladı və ansamblimizin yeganə xanımı da Səbinə xanımdır. Çox gözəl, təşəkkür edirəm, mən də salamlayıram. Hüseyn bəy, mən istərdim ki, səhnəyə ilk çıxışlarınızdan danışasınız. İlk dəfə nə vaxt çıxmışsınız səhnəyə və necə hisslər yaşamısınız? İstərdim biraz onlardan danışaq. Əslində, hər kəs bilir ki, mənim sahəm tamamilə başqa sahədir. Mən aldığım ali təhsil ümumiyyətlə başqa bir sahədə dillə bağlıdır, ingilis dili falan. Amma iki cür insanlar var da, ixtisasca tərcüməçilər və s. da başqa bir ixtisasın sahibləri, jurnalistlər və s. və içindən gələn. Mən heç vaxt tərcüməçi deyildim, sadəcə tərcümə fakültəsinin məzunu idim. Hər zaman musiqi ilə yaşayırdım. Demək olar ki, YouTube-la
tanış olduğum gündən bəri mən heç bir Azərbaycanda heç bir musiqi yoxdur ki, mən onu dinləməyim. Yəni hər kəsi, sizin də bütün Sağ olun. arxivinizdən xəbərim var. Çox sağ olun. Həm də ki, sevə-sevə dinləmişəm hər zaman. Ona görə bu günləri 2 qat yaşadım ki, buradayım. O ki qaldı özümə hardasa 2008-ci ildə ilk yarışma idi, istedadlar yarışması idi. Bizim universitetlərlə bağlı idi və həmin yarışda birinci yeri tutandan sonra qərara gəldim ki, nəsə bəlkə bacarıram. Bəlkə. Və bu bacarığım da mənə apardı. Respublikanın əməkdar artisti var. Buradan da salamlamaq istərdim. Qorxmaz müəllim Qurbanov Hacı deyirik ona. Onunla hazırlaşmağa başladıq. Yəni o məni müşahidə edirdi və gördük ki, hansısa bir nəticələrimiz var. Əlbəttə ki, söhbət heç bir böyük səhnədən getmirdi. Amma başladım artıq 18-19 yaşlarındaydım. Başladım restoran fəaliyyətinə və s. 3-5 dənə mahnım var idi və hələ də inanmırdım ki, bacararam. Amma ki, hansısa bir insanlar hansıları ki, məni yalandan tərifləməyə maraqları yox idi. Onlar başladılar mənə tərifləməyə və inanmağa başladım ki, bəlkə bacararam. 2015-ci ilə qədər bax belə öz fəaliyyət səviyyəsində məşğul idim. Amma bilirsiniz, öz fəaliyyət deyirəm, amma bütün həyatım musiqidir. Yəni səhərim, gecəm, gündüzüm, hər zaman, hər yerdə yalnız musiqi. Yəni bir dənə yəqin ki, mismarı divara vurmağı bacarmaram. Çünki musiqidən başqa heç bir işlə heç vaxt məşğul olmamışam. Həm yəni məşğuliyyət kimi, həm hobi kimi. Universitet illərində də müğənni çağırırdılar məni. Çünki halbuki tamamilə yenə deyirəm də başqa bir sahədə idim. 2015-ci ildən nəhayət reklamını gördüm, səhv etmirəmsə. İlk lisenziyalı Səs Azərbaycan idi. Xatırlayırsınızsa, Azərbaycan Dövlət Televiziyasında idi. Ora qatıldım. Orada da efirə çıxmaqdan öncə bilirsiniz də bir neçə mərhələ var ki, kadr arxası mərhələlərdə. O mərhələlərdən keçdim. Onlar da mənim təəccübümə rəğmən dedilər ki, alınır, get və çıxdım səhnəyə. İlk 2015-ci ildə çəkilişlər idi, 2016-cı ildə yayımlandı, səhv etmirəmsə. Səhnəyə çıxdım və o görmədən dinləmələri xatırlayırsam, məndən də yaxşı bilirsiniz o prosesi. Ondan mənə dönən Respublikanın xalq artisti Faiq Ağayev oldu. Mən onu da çoxlu salamlayıram. Buradan da salamlayırıq. Böyük bir dəstək idi mənə o zamanlar və elə final müsabiqənin final hissəsinə kimi gəldim, çıxdım. Ondan sonra da artıq başlamışam bu işlə, yalnız bu işlə məşğul olmağa. Halımdan da məmnunam, sevdiyim işi sevirəm. Çox gözəl. Təxminən belə. Yeni mahnılarınız falan var mı? Əslində hər zaman var, hər 3 aydan bir hansısa bir mahnı var. Sadəcə bilirsiniz, əvvəl körana şəkildə təqdim edirdim, sadəcə YouTube-dan falan. Hal-hazırda işlədiyim insanlar, işlədiyim komandam var. Hansı bəstəkarlarla çalışırsınız? İnanmazsınız, amma özüm yazıram mahnılarımı. Özüm yazıram mahnılarımı ifa edənlər içində Respublikanın əməkdar artisti Allalə xanım Məmmədova da var və digər ifaçılar da var. Və elə bilirəm ki, musiqini o qədər yaxşı hiss etməliyəm. Amma yəni Azərbaycanda fantastik bəstəkarlar var. Elə bax bu bəstəkarların nəğmələrindən ibarət repertuar hazırlamışam bu günləri. Əsasən hələ ki özüm yazmışam və yaya da tamamilə başqa bir janrda. Çünki artıq o 2017-18-ci illərdən bəri yalnız toy fəaliyyəti ilə məşğulam. Yəni el şənlikləri ilə, amma tamamilə başqa bir hip-hop, R&B janrında bir mahnı hazırlamışam. Ona da dedilər dostlarımız ki, onun vaxtı yaydı. Ona görə hardasa iyun ayı üçün planlaşdırdım kliplə birgə inşallah. Bəs bugün olacaq sizin öz mahnılarınızdan yoxsa sırf bugün istədik ki, bəstəkar mahnıları hazırlayaq. Yəni daha yaxşı bəstəkarlardan mahnılar hazırlayaq. İnşallah istərdim ki, öz mahnılarımı indiyə kimi oxuduğum mahnıları da yenidən təqdim edim hamısını. Onun üçün də yəqin ki, bizə bir veriliş də lazım olacaq. İnşallah. İndi hal-hazırda daha bir arzum da var. Nə qədər ki, fürsətli mən istərdim ki, mahnılarımdan göndərin bir baxın. Çünki səsini həqiqətən də sevdiyim ifaçılardansınız və lap çoxdan elə efirdən öncə də bu barədə söhbət etdik. Dinləyirəm sizi. Elə bir çalarlar var ki, mən tam səmimiyəm var.
tam səmimi ki, ümumiyyətlə xanım müğənnilərində görmədiyim çalarlardır ki, demək olar ki, yoxdur. Ona görə əməlli başlı nadirsiz Sağ olun, çox sağ olun. bu məsələdə və istərdim ki, mahnılarıma siz də bir göz gəzdirərsiniz və ki, bəyəndiyiniz Böyük məmnuniyyətlə. İnşallah və istərdim növbəti musiqiyə keçək. Növbəti musiqimiz də hamının sevdiyi musiqidir, illərdir, 10 illiklərdir ki, oxunan musiqidir, amma hər bir məclisdə, hər bir vəcdə ifa etdiyim mahnıdır. Elə əminəm ki, ilk notlarından da hər kəs o mahnını tanıyacaq, təqdimata ehtiyacı olmayan musiqidir. Tamam, bıraq diləyək. Ay deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir qal sənə qurban. Deyirsən könlümü alacağam mən. Bu könlüm sənindir al sənə qurban. Nə zaman istərsən əziz canımı, qomral gözlərinlə al sənə qurban. Nə zaman istərsən əziz canımı, qumral gözlərindən al sənə qurban. Sən müşfiqin yanında qal, inan sənə qurban. İstərsən bu canımı al, inan sənə qurban. Sən müşfiqin yanında qal, inan sənə qurban. İstərsən bu canımı al, inan sənə qurban. Gelmiş huzuruna bir qara dağlı, bir qara qulundu qolları bağlı. Gelmiş huzuruna bir qara dağlı, ay bir qara qulundu qolları bağlı. Gel çəkmə könlümə sən icran dağı, ay gümüş topuğunda xal sənə qurban. Gel çəkmə könlümə sən icran dağı, ay gümüş topuğunda xal sənə qurban. Sən müşfiqin yanında qal, inan sənə qurban. İstəsən bu canımı al, inan sənə qurban. Sən müşfiqin yanında qal, inan sənə qurban. Ay istəsən bu canımı al, inan sənə qurban. Sən müşfiqin yanında qal, inan sənə qurban. İstəsən bu canımı al, inan sənə qurban. Sən müşfiqin yanında qal, inan sənə qurban. İstəsən bu canımı al, inan sənə qurban. Hüseyn bəy, sizin üçün ifaçı olmaq nə deməkdir? Sənət yoxsa show biznes? Yəni özünüzə ən çox da, yəni Əslində bilirsiniz, sözsüz ki, sənət. Sözsüz ki, sənət. Çünki sənətə vurulub gəldim bu işlə məşğul olmağa və hal-hazırda da sevgim yalnız sənətin özü ilə bağlıdır. Hətta deyərdim ki, digər məsələlərdə o qədər də nə səhər işləliyəm, nə də ki, marağım var. Yəni amma ki indiki günün reallıqları ilə hər iki məsələdə güclü olmaq lazımdır məncə. Yəni çünki ifaçılar var ki, sənətdən çox məşhurluğu, nə bilim, daha çox öndə olmağı düşünürlər. Hansı yolla olursa olsun, sənətdən başqa. Yəni ad olaraq sənət yəni deyirlər, gəlirlər, yəni ona görə. Əslində siz yəqin ki, razılaşacaqsınız mənimlə. Səhnəyə çıxandan sonra, bunun dadını biləndən sonra hər bir ifaçı, hər bir sənət nümayəndəsi istərdi ki, məşhurlaşsın, istərdi ki, insanlar onu sevsin, fanatları olsun falan, amma ki, heç bir halda sənətin özündən üstün olacaq bir maraq deyil o. Mənim üçün, yəni. Və heç bir digər yola da mən siz bir yol gözü ilə baxmıram. Çünki sənətdən uzaqlaşdıracaqsa, o bizə məncə lazım deyil. Bəs özünüzü bir neçə il sonra yenə də bu sahədə görürsünüz, yoxsa?
35 hal-hazırda yaşım var. Ona görə düşünürəm ki, artıq geriyə yol yoxdur və istək də yoxdur. Ona görə əlbəttə ki, görürəm, görmək istərdim və əlbəttə ki, hər şey yerbəyer edən Allahdır. Amma ki, istək baxımından desək, əlbəttə ki, sonsuz və əvvəlsiz bir istəyimdir ki, bu sənətlə məşğul olum. İstərdim ki, daha çox insanlar eşitsin, bilsin, duysun, sevsin. Ona görə bəli, sualınıza birbaşa cavab olaraq deyə bilərəm ki, yalnız və yalnız bu işdə görürəm özümü. Başqa heç nə bacarmadığım üçün və başqa heç nəyə ailəmdən başqa da, yəni belə deyək, ailə və dostlarımdan başqa heç nəyə marağım yoxdur bu həyatda. Yəni səyahətə getmək və ya hansı bir yeni mahnı oxumaq, səs yazmada olan halda mən səs yazmalara gedirəm. Yəni istənilən bir şeylə biz bir dərəcəyə qoysaq, hər zaman musiqi üstündür. Ona görə elə motivasiyam da musiqidir və ayrı heç bir şey yoxdur. Sadəcə olaraq bəzən sənət məşğul olursan, bəzi şeyləri gördükdə artıq istəmirsən bu sənətdə olasan. Ona görə yəni bu sualın məncə bu bilirsiniz, bu baxımdan da əlbəttə ki, sözsüz ki, düzsüz, sadəcə görməməyin də yolları var məncə. Çox ifaçılarımız var ki, demək olar ki, ya küsüblər, ya nə bilim, çox olur. Məncə insanların şəxsi keyfiyyətləri ilə də bağlıdır, iradələri ilə də bağlıdır. Yəni hər şeyə rəğmən deyə bir şey var və rəğməni bacaran insanlar güclüdürlər mənə görə. Yəni heç nəyə baxmayaraq, hər şeyə rəğmən və sair kimi misallar gətirsək, mən elənməz o tip insanlardanam ki, hər şey heç nəyə baxmayaraq, yəni bir öz yolunda davam edirəm. Bu yolla da gedək. İnşallah sizə uğurlar arzulayıram. Elə bu necə deyim, mövqeyinizdə də qalın. İnşallah. Və istərdim hal-hazırda reklamlardır. Reklamlardan sonra isə yenə canlı musiqilərlə davam edəcəyik. Musiqi ilə həmdəm olaq. Təşəkkürlər dostlar. Təşəkkürlər, çox sağ olun. Çox gözəl idi musiqilər. Təşəkkür edirəm. Minnətdaram sizə. Hüseyn bəy, ümumiyyətlə gənc ifaçıların şou biznesə daxil olması nə qədər çətindir? Həddindən artıq çətindir. Çox çətindir. Həddindən artıq. Həddindən artıq çətindir. Həmçinin bir dənə şey hər zaman deyirəm ki, yaxşı ifaçılar çoxdur. Həddindən artıq çoxdur. Və bizdən də gənclər var, artıq 20-lərdə, hal-hazırda da gedir Səs Azərbaycan növbəti bir buraxılışı. Oradan da digər müsabiqələrdən də, sadəcə gördüyümüz şənliklərdə də görürük ki, 20 yaşlarında falan nə qədər gözəl və gənc istedadlar var. Həddindən artıq gözəl oxuyanlar var, müğənnilər var, zövqü olanlar var, düzdür. Digərlərdə var əlbəttə ki, amma digərlərindən getmir də söhbət və istedadsızların əlbəttə ki, daha asandır yolları tanınmağı. Maalesef. Çünki bayaq dediyimiz məsələyə qayıdırıq, bu tərəfdə mümkün deyil deyə başqa bir yollar olur falan, amma istedadlar üçün həddindən artıq çətindir. Yenə də şərait yaradan elə özəl medianın simasında insanlar, qurumlar, təşkilatlar sağ olsunlar ki, bizi dəstəkləyirlər ki, insanlar görsünlər. Amma çətindir. Böyük sənətkarların necə dəstəyi olur? Ümumiyyətlə, indi dediniz ki, Faiq müəllim sizə dəstək olub. Ondan başqa sənətkarlarımız çoxdur. Hər birinə Allah can sağlığı versin. Onlardan necə dəstək almısınız heç? Əslində hər zaman yəni hansısa bir şifahi dəstəklərdən gedirsə söhbət, əlbəttə ki, faktiki isə insan özü etməsə heç kəs onu etməz onun üçün. Amma əlbəttə ki, dəstəkləyirlər insanlar, yəni sənətkarlarımız. Mən Faiq müəllimin simasında digər sadəcə qorxuram ki, kimsə yadımdan çıxar. Ona görə adlarını çəkməyim, amma əlbəttə ki, bəli. Əlbəttə ki, dəstəkləyirlər. Yəni hər zaman görürəm ki, hansısa bir qorxa-qorxa başlanğıclarımız ki var, orada da sənətkar dəstəyi varsa, hansı bir qısa bir
rəy belə varsa, o insana əlbəttə əlavə motivasiyadır, stimuldur, həvəsdir və həmin dəstəkdə görürük ki, ona görə də hər birinə belə ümumi şəkildə hamısını istərim ki, minnətdarlığımı bildirim. Siz bayaq dediniz ki, təhsil tamam başqadır da. Heç istəyirsiniz ümumiyyətlə musiqi ilə sırf təhsil alasınız musiqidən? İstəyərdim, sadəcə belə bir o qədər də xoşa gəlməz bir cümlə işlədəcəm ki, ona vaxtım yoxdur, maalesef. Yəni, istərdim ki, vaxtım olsun, amma bilirsiniz, o qədər işlər var, ailəliyəm, evladlarım var. Ona görə, əlbəttə ki, ailəli, evladlı insanlar var ki, təşəkkür edirəm cümləmizi inşallah, ki, məşğuldurlar təhsillərdən, amma təəssüf ki, vaxtım yoxdur, ona görə yalan vəd kimi səslənməsin deyə inanmıram. Fərdi şəkildə muğamları öyrənməyə çalışıram. Artıq müəyyən bir biliklərim düşünürəm ki, var bu sahədə. Sadəcə təhsilin başqa tərəflərə də xeyri olduğu üçün deyirəm, yəni siz. Tamamilə razıyam sizdən. İnşallah ki, o qədər rahat olurlar. Çünki mən özümdən istəyirəm. Baxmayaraq ki, mən təhsil almışam, amma mənim təhsilim yarım olduğu üçün istəyirəm ki, mən konservatoriya olsun, incəsənət. Mənə də deyirlər ki, ehtiyacdır, yəni onlar önəmli bir, necə deyim, vacibdir sənin həyatında, sənət yolunda daha doğrusu. Bizim Bakı Musiqi Akademiyasının gözətçisinə, axırra anekdeylərdə mühafizəçisinə minnətdaram mən. Soruşacaqsınız ki, niyə? 2 il ərzində demək olar ki, fürsət tapdığım hər gün, 20-lərdə idim, 25 yaşımda falan artıq məşğul olmağa var. Hər gün gedirdim konservatoriyanın əlaqəsi olmayan bir fənlərində dərslərimə otururdum və rəsmi dinləyici statusumda yox idi. Yəni sadəcə dinləməklə o qədər böyük sevgi var idi. Ona görə bunu da əlbəttə ki, rəsmiləşdirirsəm, yəni təhsil şəklinə gətirsəm gözəl olardı. Arzusu, istəyi var, amma inanmıram ki, vaxt baxımından mən onu çatdırım maalesef. İnşallah ki, ümid edək ki, olsun da. Bəs hansısa bir tanınmış bir ifaçılar duet heç istəmirsiniz, yəni ifa etmək? Sizlə oxumaq istəyərəm. Yenə də onu deyirəm. Bilirsiniz, Brilliant xanımın sənətini böyük oxunuyam. Hətta fürsətimiz olur da, haradasa görüşəndə, məclislərdə falan oxuyanda hiss edirəm nə qədər mənəviyyatım zənginləşir onun səsindən, onun ifasından, onun ifa məktəbindən. Hal-hazırda planlarda yoxdur, amma arzularda var. Brilliant xanımdan. İnşallah istəyimdir, çox böyük bir istəkdir. İstərdim ki, ondan salamlayırıq buradan Brilliant xanımı, dəyərli sənətkarımızı. Mən də illər, necə deyim, çox dinləmişəm o xanımı. Onun musiqiləri ilə demək olar böyümüşəm. İnşallah, niyə də olmasın. İnşallah ki, olar. Mən istərdim növbəti musiqimizi keçid alar. Рыка бегут, как живые, эй, переливаясь, журча, извиня. Возле арыка я помню впервые глянули эти глаза на меня в небе. Блещут звезды золотые, ярче всех звезд очей твоих краса. Ай, только у любимой могут быть такие необыкновенные глаза. Только у любимой могут быть такие самые волшебные глаза. Я ни был в пустыне безбрежной, в море, в горах, с пастухом у костра. Эти глаза
неотрывно и нежно. Эй, мне помогая, глядят на меня в небе. Блещут звезды золотые, ярче звезд очей твоих краса. Ай, только у любимой могут быть такие самые волшебные глаза. Только у любимой были, есть и будут необыкновенные глаза. Блещут звезды золотые, ярче звезд очей твоих краса. Ай, только у любимой могут быть такие необыкновенные глаза. Только у любимой могут быть такие самые волшебные глаза. Ай, только у любимой могут быть такие необыкновенные глаза. Только у любимой были, есть и будут необыкновенные глаза. Teşekkürler. Sağ olun, teşekkür edirik. Var olasınız. Çox sevdiyim bir mahnıydı bu da. Hüseyin bəy, show biznesdə yer almaq üçün istedad yetərlidirmi, yoxsa başqa faktorlar da lazımdır? Əlbəttə başqa faktorlar da lazımdır. İstedadlı o qədər dostlarımız var ki, show biznesdə yoxdular. Ona görə əlbəttə başqa faktorlar, dəstək lazımdır. Biraz özün aktiv olmalısan, belə ən mədəni şəkildə desək də, yəni aktiv olmalısan, biraz açıq gözlü olmalısan və s. və ilaxırı o qədər çox faktorlar var ki, bəzən düşünürsən ki, ümumiyyətlə mümkündürmü və onu artıq etmiş insanlar necə bunu bacarır? Çünki bir böyük bir işdir və uzun bir yoldur. Sadəcə digər bir məqamdır ki, ümumiyyətlə lazımdırmı? Yəni sadəcə olaraq bəzən sual verirlər, populyar olmaq üçün mahnı önəmlidir, yoxsa bu barədə hansı fikrin var? Bəli, bu barədə mən düşünürəm ki, ümumiyyətlə populyar olmağın bircə dənə yolu var. O da gözəl mahnıdır. Başqa heç bir yolu yoxdur. Bəzən o qədər mahnılar oxuyursan ki, heç yəni yəqin ki, dəymir mahnı. Olur, özlüyündə elə mahnılar var ki, çox gözəldirlər, amma dəymirlər adama. Yəni böyük kütləyə dəymirlər, insanlara dəymirlər. Mən elə bilirəm ki, sevilməyin, əlbəttə ki, mahnını çatdırmağın üsulları var, yolları var, onlardan istifadə etməlisən. Sözsüz. Amma bəzən bütün bu vəhdət şəkildə hər şey təqdim olunur, amma sevilmir. Ona görə də şərtin nə qədər dərinə getsək də özəyində olan mahnının özüdür məncə. Yəni mahnı sevilməlidir. Sizə görə əsas sözdür, yoxsa musiqi? Mənə görə əsas musiqidir. Əsas musiqi. Əsas musiqidir, sözsüz. Yəni siz ümumiyyətlə deyirsiniz, mahnı yazıram, sözləri də özünüz? Sözləri də yazıram, musiqini də yazıram. Yəni sözləri çalışıram ki, qəliz yazım. Amma ki, yenə də dinlədəndə həmin mahnını eşitdiyim, aldığım feedback oldu ki, musiqisi gözəldir. Yəni mahnı edən musiqi. Amma bəzən də bəsit sözlər daha çox yadda qalır, sevilir. Sadəcə bəsit sözlər məncə bəsit. Mahnılara fikir verəndə görürsən ki, sözlər bəsit sözlərdir, yəni yadda qalan mahnılardan danışıram. Təbii ki, zövqlü musiqilərdən getmir söhbət, ümumiyyətlə sadəcə mahnılardan gedir ki, yəni daha çox bəsitliyə elə bil
qaçırlar. İnsanların özü, dinləyicilərin özündən gedir söhbət. Yəni bəsit sözlər olanda daha çox tez yaddaşlarında qalır, daha çox dillərdə əzbər olur. Yəni o baxımdan deyirəm. Amma yəni. yenə də bilirsiniz, ən sevilən müğənnilərin indi adlarını çəksək, onların ən sevilən ölkə miqyasında xalq artistləri və ya Bəli. gənc xalq artistlərimiz də var, Bəli. özünüz də bilirsiniz. Onların heç biri həmin musiqilərin təmsilçiləri deyillər. Amma xalq onlar hər kəs onları sevir. Hər zaman da oxuduqları keyfiyyətli musiqidir. Xalq da onları sevir. Amma bu bir məsələdə ani tanınmaq və hansısa bir kütlənin hansısa bir əhvalına oxşamaq, o yəni getdiyimiz ali məqsəd deyil də məncə. Həm də şans da daha önəmlidir. Əlbəttə ki, əlbəttə. İnsan gərək şansı ola. Söz. Yaxşı ola belə deyirlər də. Hı. Çox sağ olun, təşəkkür edirəm. Könlüm düştü diyar diyar bir kəkliyin sorağına. Könlüm düştü diyar diyar bir kəkliyin sorağına. Mən yalvardım o qonmadı. Mən yalvardım o qonmadı, çox yalvardım o qonmadı. Məhəbbətin budağına, budağına. Mən yalvardım o qonmadı, çox yalvardım o qonmadı. Məhəbbətin budağına, budağına. Meyl etmədim hər gözələ, meyl etmədim hər gözələ. Sədaqətim düşdü dilə, sədaqətim düşdü dilə. Mən and içdim ildən ilə, könül verdim ildən ilə. İlk eşqimin sorağına, sorağına. Mən and içdim ildən ilə, könül verdim dildən dilə. Məhəbbətin sorağına, sorağına. Mən sənə həmişə anam demişəm, ülfətin şirindir nəfəsin inan. İnan ki bürüyər ürəyimi qəm. Əgər aramıza düşsə ayrılıq, anam mehribanım, Azərbaycanım. Düşmərəm bir anda səndən ayrı mən. Sonsuz məhəbbətim, sözüm dastanım, yaranıb əbədi məhəbbətimdən. Ay anam mehribanım, Azərbaycanım. Düşmərəm bir anda səndən ayrı mən. Sonsuz məhəbbətim, sözüm dastanım, yaranıb əbədi məhəbbətimdən. Təşəkkürlər. Biz artıq verilişimizin sonuna yaxınlaşırıq. Son olaraq bir sual istərdim verəm. Ən çox istədiyiniz, yəni məqsəd olaraq ən çox toy müğənnisi kimi olmaq istəyirsiniz, yoxsa konsertlərdə? Yəni Yəqin ki, hər müğənni buna ikinci cavabı verər. Yəni həqiqətən musiqini sevən və həqiqətən özünü müğənni hiss edən insan. Amma toyları o qədər sevirəm ki, toylarda o qədər özümü rahat hiss edirəm. Toylarda o qədər insanlarla ünsiyyətdəyəm. Bəzən bildiyiniz, yəni sözün əsl mənasında ünsiyyətdə yaxınlaşırıq falan. Ona görə desəm ki, toylara getməmək istərdim ki, yalnız konsertlərdən ibarət olsun fəaliyyətim yox. Son illərdə gördüyümüz kimi dəvləşir bu və nə gözəl ki dəvləşir. İnsanların konsert verməyi, müğənnilərin konsert verməyi və axır konsertlər də gözəldir. Hamısına getdim, hamısına baxdım. Ona görə idealda el şənliklərində iştirakdan qalmamaq şərti ilə konsertlər. Sizə görə hansı çətindir? Konsert müğənnisi olmaq? Əlbəttə ki, konsert çətindir. Əlbəttə ki, konsert çətindir. Amma toyu da idarə etmək çox çətindir. Çətindir, amma bilirsiniz, artıq müəyyən vərdişlərimiz var, müəyyən şeyləri bilirik. Orada bilirsiniz, konsertdə oxumaq şərtdir, konsertdə hazırlıq şərtdir. Bax, indi uşaqlarla məşq etmişik, 3-4 mahnı müəyyən məşqlər aparır, müəyyən əziyyət aparır. İndi təsəvvür etməyə belə qorxuram ki, 4 saatlıq konsertin hazırlığı nə qədərdir. Konsertdə 2-3 ay əvvəldən bəlkə də çox olar. Onu da lap gözəl təqdimat üçün orada rəqslər var, şovlar var, hansı bir
rejissor Çox işi var. məsuliyyətli bir işdir. bəli. Toy daha asandır demək istəyərdim, amma toyu da bacarmaq üçün çox çətindir. Əlbəttə. Yəni toy insanların bizim üçün adi gündəlik işdirsə, insanların həyatının ən vacib Bəli, günləridir. bəli. Evladların həyatının ən Bəli. vacib günləridir. Ona görə səriştəsiz olduğun halda konsertdən də çətindir toy. Amma səriştə varsa, yəni konsertdən bir tık daha asandır məncə. Təşəkkür edirəm. Mən Çox sizə sağ olun. təşəkkür edirəm. Peki hər zaman Allah xalqımıza xeyir işlər Amin. qismət eləsin. Amin. Və sağollaşmaq istərdim. Sizin də son ürək sözlərinizi almaq Mən istərdim. sadəcə Yəni minnətdarlıq hissi ilə dolub daşıram. Çox sağ olun. Sizə minnətdaram. ATV kanalına, rəhbərliyinə, özəl mediaya Bəli. və əlbəttə ki, bizi izləyən tamaşaçılarımız. tamaşaçılara minnətdaram. Və mən musiqiçilərimizə böyük təşəkkürümü bildirmək istəyirəm. Əziyyətləri bəli böyükdür. Çox sağ olun siz də, var olasınız. Əziz tamaşaçılar, sizlərlə sağollaşıram. İnşallah gələn həftənin 3-cü günü yenə musiqi ilə həmdəm olacağıq və sonda Hüseyn bəydən bir mahnı ilə Sevə-sevə. sağ olun. Nəğmə dolu bir ürəyə, torpağına baş əyərəm ey vətən. Meşələrin kətirlidir, gül çiçəyi ətirlidir ey vətən. Ey vətən, dağlarına düşən şeydən, çöllərinə əsən mehdən doya bilmirəm, doya bilmirəm ey vətən. Bir anamdan, bir də səndən bu dünyada, bu dünyada doya bilmirəm, doya bilmirəm ey vətən. Tarixlərdə adın ulu, ağ güllərin nəğmə dolu ey vətən. Bir anasan məhəbbətli, gözəllərin sədaqətli ey vətən. Ey vətən, dağlarına düşən şeydən, çöllərinə əsən mehdən doya bilmirəm, doya bilmirəm ey vətən. Bir anamdan, bir də səndən bu dünyada, bu dünyada doya bilmirəm, doya bilmirəm ey vətən. Dağlarına düşən şeydən, çöllərinə əsən mehdən doya bilmirəm, doya bilmirəm ey vətən. Bir anamdan, bir də səndən bu dünyada, bu dünyada doya bilmirəm, doya bilmirəm ey vətən. Ey vətən, ey vətən. Musiqi ilə həmdəm olaq.